Merhaba, videoma hoş gelmişsiniz. Bugün sizinle vlog çəkirəm. Rəfiqəmlə ən yaxın dostumdan bir gün keçirik və dedim bugünü niyə vloglamayım? Çünki bu gündən məndə çox maraqlı bir vlog çıxar. Bir axarda işıq arxadan vururdu. Ekstrem qara görsənirdim də sanki. Nəysə, indi isə gedirik. İlk öncə gedib dönər yeyəcəyik və dostumu bizim məhəllə ilə tanışdıracağam. Ondan sonra isə bəli və yəni 3 il boyunca ona o məhəllədə olan hər şeyi danışmışam. Amma bir dənə ora görməyib. Ay maşallah. Nəysə 3 ildir yəni danışıram hər şeyi, amma getməyib və görməyib. Bəli, ona görə heyecanlısan. Oha, o da bu ilk. Ondan sonra isə mərkəzə gedəcəyik böyük ihtimalle və orada biraz vaxt keçirəcəyik. Belə. Deməli, normalda avtobusa minəcəyik, amma avtobusu qaçırtdıq və bəli, piyada getməliyik və bu istidə mərkəzə piyada gedirik. Nəysə. Bugünün kombinləri bu arada bu yufkaları yəqin ki son zəng vlogumdan görmüşsünüz. Ona tikdiyimiz yufkalardı və bugün məhkəmə edildik. Belə. Allah, yine bitib bunu mən. Və aldıq. Normalda sok alırdıq, bizon. Deməli, dostlar, məhəlləyə gəlmişik və biz bizon alma qərarına gəldik. Hardan bu qərara gəldik bilmirəm. Nəyə qədər də içməmişim, ona görə bugün denəyəcəyik. Orada harika. Üf, bunu sen ben niye çizdirəsən ara? Aydan, mən neyim? İstəyir ama. Yok istəyir. Bildiğin ama enerji istidadı. Gəllərmi be? Sağ ol hayatım. Böyle düşünceli olsa her şey. Deməli dostlar, biz dönərimizi yedik və gördüyünüz kimi saçımız falan pozulur. Ayda 2 saat düzleşmişim. Dostlar, deməli çıxmışıq və Fidanın dodaq qələmi ilə dodağımı çərçivələdim. Çünki mən getmişdim və mən götürəcəydim. Prosta bilmirəm, nədənsə götürməmək qərarına gəldim sonunda. Elə olmasaydı. Nəysə, rəngi çox getməsə də bir şey deyil. Fidana çox qəşəng durur amma. Deməli, hal-hazırda marketdəyik və birinci bunu götürək dedim. Normalda marujnadan gedir. Prosta mən marujnası istəmədim. Bir də mən ona görə puding götürəcəyik. Mən də şokolad. Nəysə, bunu götürmə qərarına gəldik dostlar. Dostlar, yenə qərarımızı dəyişdik və bundan götürürük. Ben çeynəlisiniz. Dostlar, yenə qərarımızı dəyişdik və bu dəfə Mimi götürüb. Bu son qərardır. İnşallah. Yenə son deyib, indi də Milla götürdük. Yəni ki, bizim bu qərarsızlığımız hara qədər. Və biz təzədən yoğurt rayonuna qaydırıq. Bu dəfə isə bananlı süd almağa. Hələ biz şokolad istəyirəm. Çünki bananlı mən götürdüm, bəyənmədim. Sən nə istəyirsən? Çeyrəkli. Yo, mən bananını götürürüm. Yaxşı. Biz zaten çeyrəklidir. Getdik. Deməli dostlar, son qərar bunu aldı. Mən şəftəlli, Fidan isə çiyələkli aldı. O şeyini də bananlı aldı. Mən isə şokoladlı aldım. İndi isə bunları içəcəyik. Hər iki də sirkündən də dalmış olursan, ne? Dərdə üstüne. Söylər əzir ya, ayla, şərəfsiz səni. Adam çiçəyə yazar, ayla. Şərəfsiz. Şərəfsiz deyil. Dostlar, buna baxın, hava çox qəşəngləşir. Deməli dostlar, pamuk şəkər aldı. Keş mən pəmbə götürərdim, fərqli olardı. Ay, mən də gələ. Mən istədim deyim, sonra qırdı, da heç nə demədim. Beləli götürür və bu arada hava çox qəşəngləşir. Böyle göstəreyim. Şuradan üzüb görmür. Mən şu an çox susadım uşaqlar. Bəli, və mən hələ atmamışam. Bəli, gəlmərəm də qayıtacaq. Oo, çok yaşaysa. Bayılıyorum ben Benim bu gizli kıza. gizli
fanatımdır bu arada. Bəli. Ən böyük fanatı, Aylanın sevdiyi ən böyük fanatı mənəm. Hətta bu evrəndə. Aha, gəldi. Və dostlar, otururuq. Tamam, indi atıram kartı. Hə, ya. Fidan pamuk şəkərini yiyib bitirdim. Mən Böyle qaldım. Belə. Və dostlar, bu arada biz qaydışda da full iced tea aldıq. Tam 3 dəfə bugün sok içmişik. Alqış. Limit içdik, şokoladlı və bananlı. Sonra ice aldıq. Daha sonra isə ən birinci biz almışdıq. Və dostlar, bilmirəm vloqum nə qədər uzun alındı, qısa da almış ola bilər. Ona görə ona baxıb videonu sonlandıracağım. Bəlkə sabah da vloqun davamını çəkəcəm. İşte boks alınsa. Amma hələlik bura qədər idi. Baxdığınız üçün çox sağ olun. Başqa bir videoda görüşmək üzərə. Bay bay.